Azərsel şirkəti müştərilərini sevindirməkdə davam edir. Bugün şirkət daha bir Azərsel Ekspres ofisini istifadəyə verdi. Hüseyin Cavid prospekti 528-ci məhəllə Ev A Mənzil 18 ünvanında yerləşən Azərsel Ekspres ofisi 1.3 xidmət konsepsiyası ilə çalışacaq. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Это наш очередной офис. Мы развиваемся не только в городе Баку. Bu bizim açılan növbəti ofisimizdir. Biz nəinki Bakı şəhərində, regionlarda da inkişaf edirik. Bu yaxınlarda biz Gəncədə mağazamızı açmışıq. Təxminən 2 həftə sonra başqa regionda da ofisimizi açacağıq və beləcə davam edəcəyik. Biz inkişaf edirik və istəyirik ki, bizim xidmətlərimiz və məhsullarımız regionlarda da əlçatan olsun. Fokus на регионы тоже есть. Мы хотим, чтобы наши услуги, наши продукты были доступны в регионах. Qeyd edək ki, Azərselin Bakıda 18, regionlarda isə 25 ekspres ofisi fəaliyyət göstərir.